Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bugün xanım Zeynəb salamullahi aleyhanın şəhadət günüdür. Bu münasibətlə başta İmam Zaman ağa olmaqla bütün xanım Zeynəb salamullahi aleyhanı sevənlərə Allah'tan təsliyyət ərz edirik. Xanım Zeynəb salamullahi aleyhanın bir neçə dənə xüsusiyyət və fəzilətlərin demək istəyirik ki, Allah bizi də həmin o xüsusiyyətdə olmağı bizlərə nəsib eləsin. Birinci, xanım Zeynəb salamullahi aleyhanın elə adı ilə bağlıdır. Xanım Zeynəb salamullahi aleyhaya bu ki ad verilib, atasının zinəti xanımın ən üstün dəyərlərindən biridir. Niyə? Çünki Əmirəl-Möminin kimi bir şəxsiyyətə xanım Zeynəb salamullahi aleyhanı atasının zinəti adını verdilər. Bunun üçün xanım Zeynəb salamullahi aleyha çox dəyərli bir şəxsiyyətdir. İkinci, xanım Zeynəb salamullahi aleyhanın üstün xüsusiyyətlərindən biri Kərbəla hadisəsin İmam Hüseyin aleyhissalam öz qanı ilə, canı ilə yaşatdı, amma onun tarixə çatmasında ən mühüm vəzifəni üzərinə götürən xanım Zeynəb salamullahi aleyha idi. O Kərbəla hadisəsini yaşatdı. O Kərbəla hadisəsin tarixlərə olduğu kimi ötürdü ki, İslam dini bu günlərdə yaşayır. Və xanım Zeynəb salamullahi aleyhanın başqa bir neçə dənə üstünlükləri var. Səbirli olması. Xanım Zeynəb salamullahi aleyha necə səbirlə o hadisələrə tab gətirdi, dözdü. Yezid kimi bir zalimin sarayında dedi, mən gözəllikdən başqa bir şey Kərbəlada görmədim. Yəni gözəllik nə idi? Şəhadətin necə gözəl olmasın xanım Zeynəb salamullahi aleyha müşahidə eləmişdi. Bunu dərk eləmişdi. Ona görə nə deyirdi? Gözəllikdən başqa bir şey görməmişəm. Başqa bir üstünlüyü iffətli olması, şücaətli olması və imanın xalis qoruyub saxlaması və ibadətinə diqqət eləməsi. Bunu da deyim, sözümü tamamlayayım. İbadətini necə qoruyub saxlayırdı? Həzrəti İmam Hüseyin aleyhissalam meydana gedəndə üzün bacısı Zeynəb salamullahi aleyhaya tutdu və dedi, bacı, səndən istəyirəm gecə namazlarında məni dua eləyəsən. Xanım Zeynəb salamullahi aleyha bu cür müsibətlərin qarşısında nəinki namazlarını tərk elədi, hətta gecə namazlarında qılırdı. Çünki imam kimi bir şəxsiyyət bilirdi bunu eləyəcək, gecə namazlarını qılacaq və ondan istədi ki, gecə namazlarında da onu dua eləsin. Buna görə xanım Zeynəb salamullahi aleyha ən üstün dəyərlərə malik olan bir xanım idi. Allah Müteal bu xanımın şəhadət günündə bizləri xanım Zeynəb salamullahi aleyhanın şücaətindən, səbrindən, qeyrətindən, dözümkarlığından hər birimizə nəsib eləsin və Allah onun ziyarətində sevənlərinin hər birinə nəsib eləsin.